Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Mübarək Ramazan ayının bu günündə hər birinizi xoş gördük. Bu gün qısa olaraq bir mövzu ətrafında danışmaq istəyirəm. Mövzumuz insanın müstəqil olmasıdır. İnsanın müstəqil qərar verməsi haqqında olacaq. Bu mövzuya baxarkən görürük ki, bu mövzunun ixlasla birbaşa əlaqəsi var. İnsan ixlaslı olanda müstəqil bəndə olur. Müstəqillik qazanır. Yəni Allahın razılığından başqa heç bir şey məni düşündürmür, məni narahat eləmir. Mən bir iş görürəm Allahın razılığını qazanmaq üçün, Allah üçün. Əgər işim ixlaslıdırsa və Allah bu işi məndən qəbul eləyirsə, işimə özü xeyir verirsə, bərəkət verirsə, mənim artıq başqalarının düşüncəsi ilə işim yoxdur. Başqalarının düşüncəsi mənə maraqlı deyil. Mən bütün işlərimi onsuz da Allah üçün eləyirəm. Kiminsə razılığını qazanmaq üçün əl-ayağa düşməmişəm ki, özümü kiməsə göstərmək üçün, riyakarlıq eləmək üçün iş görmürəm. Allah üçün iş görürəm, Allahın razılığını qazanmaq üçün iş görürəm və salam. Belə insan cəmiyyətdən digərlərindən müstəqil insan olur. Müstəqil qərar verir, müstəqil düşünür. Başqalarını razı salmaq üçün, başqaları mənim bu işimə nə deyər, başqaları nə düşünər, bu insana maraqlı deyil. İnsan Allah yolundadır, öz işlərini məsuliyyətli şəkildə yerinə yetirir, dəqiq şəkildə yerinə yetirir və məqsədi də Allahın razılığını qazanmaqdırsa, vəssalam. İxlas görürsüz, insana müstəqillik verir. Müstəqillik verir. Allah da müstəqil bəndələrin sevir, azad bəndələrin sevir. Azad şəkildə, müstəqil şəkildə, heç bir təsirə düşmədən özü düşünür, qərar qəbul eləyir və o işi icra eləyir müstəqil şəkildə. Allah bu bəndələrin sevir, bu xüsusiyyətli bəndələrindən xoşlanır. Bu insanlar həqiqətində böyük insanlardır. Düşünürlər, qərar verirlər və onu yerinə yetirirlər, icra eləyirlər. Başqa heç bir şeydən də, qınaqdan da narahat deyirlər. Qınayanın qınamasından qorxmazlar. Bu xüsusiyyətli bəndələrdirlər. Bir hədisdə var ki, İmam Baqir əleyhissalam dostlarından birinə belə buyurmuşdu. Əgər şəhərinin bütün insanları toplaşıb sənin pis insan olduğunu desələr, bir şəhər insan, yaşadığın şəhərdə bir şəhər insan yığışıb sənin pis insan olduğunu deyirlər. Sən də narahat olsan və ya hamısı yaxşı və yaxud da əksinə də hamısı yaxşı insan olduğunu desələr, sən də sevinsən, bizim xüsusi dostlarımızdan deyilsən. Yəni sən aciz insansan da, məqsəd budur. Sən nə qədər aslı insansan, nə qədər onun bunun sözü sənin üçün önəm daşıyır, onun bunun sözü ilə oturub durursan, sən azad bəndə deyilsən, azad insan deyilsən. Sən azad mömin deyilsən. Baxın, bizim xüsusi dostlarımızdan ola bilməyəcəksən. Əgər bu xüsusiyyət səndə varsa, əgər azad deyilsənsə, onun bunun fikrindən aslısansa, sözündən aslısansa. Əgər bütün şəhər əhalisi sənə təbəssüm etsə və ya sənin üçün əl çalsalar, səni tərifləsələr, sevinməməlisən. Ya da heç bir dəlil olmadan pis adam olduğunu desələr, narahat olmamalısan. Sənə məsələn pis adam olduğu deyirlər, amma heç bir dəlil olmadan, heç bir səbəb olmadan narahat olmamalısan. Mömin dağ kimi olmalıdır, baxın, hədis var ya. Mömin dağ kimidir. Belə. Malik Əşdər haqqında məşhur hadisəsi var. Hörmətsizlik eləyirlər. Meyvə qurusun atır Malikə, Malik keçir. Tanımırdı da, Malikdir bu.
Həzrət Əlinin səhabəsidir. Sonra deyirlər ki, sən tanımadın, o kimdir? Sən başına böyük problem açdın. Bu da deyir, kimdir ki? Deyirlər, Malikəşlərdir. Dedi, siz nə danışırsınız? Qaçır arxasıca soruşur, gedir axırda məsciddə tapır. Üzr istəyir, deyir, mən sizi tanımadım, bağışlayın məni sizə, hörmətsizlik elədim. Malik də deyir ki, narahat olma, heç mənim yolum məscidə deyildi. Məscidə gəlmək fikrim yox idi, amma sən ki o hörmətsizliyi mənə qarşı elədin. Deyir, mən gəldim, 2 rəkət namaz qıldım və Allahdan sənin bağışlanmağını istədim. Baxın, Malik öz halındadır, Maliki narahat eləməyib, Malik ona qəzəblənməyib. Malik bilir də o kimdir, hansı düşüncədə yaşayan insandır. Ona görə də Malikə təsir eləmir. Sadəcə onun halına yanır və gəlir ona dua edir. Bu qədər insan müstəqil olacaq, bu qədər insan möhkəm olacaq, dağ kimi olacaq. Sənin cəmaatın sözü ilə nə işin var? İmam buyurur ki, sən cəmaatın sözünə baxma. Cəmaatın sözü sənin üçün əhəmiyyətli olmasın. Bu dərəcədə sərbəst olan insan Əhl-i-Beytin dostlarından olacaq. Asan məsələ deyil. İnsan Əhl-i-Beytin dostu olsun. Əhl-i-Beytin dostu olmaq üçün, xüsusi dostlarından olmaq üçün ilk öncə insan müstəqil olmalıdır. Müstəqil qərar verməyi bacarmalıdır. Azad bəndə olmalıdır. Allah belə bəndələrini sevir. Əhl-i-Beyt belə dostları sevir. Özlərinə xüsusi dost eləyirlər onu. Maddiyyatdan asılı olmasın. Cəmiyyətin sözündən asılı olmasın. Boş yerə töhmətdən, qınaqdan narahat olmasın. Belə bir hadisə var Həzrət Salmana, Peyğəmbər sahabəsinə. Deyirlər ki, məsxərə eləmək istədilər. Dedilər ki, sənin saqqalınla itin quyruğunun nə fərqi var? Həzrət Salmana deyirlər bunu. Həzrət Salman baxın narahat olmur, qəzəblənmir. Öz halındadır, sabitliyin saxlayır. Onlara belə cavab verir, ibrətamiz cavab verir ki, əslində ağıl sahibi bu sözü eşidəndə qəflətdən ayılmalıdır. Deyir ki, əgər siratdan keçə bilsə, yaxşıdır. Keçə bilməsə, heç bir fərqi yoxdur. Bu qədər insan aram olacaq, müstəqil olacaq və müstəqil şəkildə qərar verib öz yolunu davam eləyəcək. Əksər insanları işlərindən soyudan qınaqlardır, boş, yersiz qınaqlardır. Ona görə də bunların heç birinə əhəmiyyət verməməlidir insan. O qədər müstəqil olmalıdır ki, insanların cəmiyyətin sözündən azad olsun, müstəqil olsun. Bəli, nöqsanlar öz yerində, ictimai qınaq öz yerində, cəmiyyətdə ictimai qınaq da olmalıdır ki, cəmiyyətdə müəyyən qüsurlar islah olsun. Amma baxır necə qınaq, baxır necə söz, necə işi qınaq obyektinə çevirirlər. Allah bizləri azad bəndələrdən qərar versin. Bugünkü söhbətimiz də bu qədər. Sağ olun, salamat qalın.